Xərçəngin bədəndə gizli formada getdiyini necə bilmək olar? İnsanları ən çox düşündürən suallardan biri budur. Görəsən məndə xərçəng varmı və yaxud da bədənimin hər hansı bir yerində gizli də olsa bu proses gedirmi? Bunu bilmək üçün müəyyən müayinə üsulları vardır. Bunlara check-up müayinə deyilir və yaxud da profilaktik müayinə. Həm check-up müayinənin tərkibinə daxildir, həm də profilaktik məqsədlə müəyyən müayinələr var ki, onları etməklə müəyyən şiş növlərini vaxtında aşkar etmək olar. Məsələn, süd vəzi xərçəngini mammoqrafiya müayinəsi, eləcə də ildə bir dəfə həkim müayinəsində olmaqla müəyyən etmək mümkündür vaxtında. Bağırsaq şişlərini kolonoskopiya, mədə xərçəngini qastroskopiya və digər xərçəng növlərini də müəyyən etmək üçün müəyyən üsullar vardır ki, onları pasiyentlərimizə məsləhət görürük. Bunları sadəcə ildə bir dəfə və yaxud da 2 ildə bir dəfə etməyiniz sizə bu xəstəliyin olub-olmamağını bilməyiniz üçün yetərli olacaqdır. Sadəcə olaraq ən çox pasiyentlərə dediyim söz odur ki, vaxtaşırı olaraq həkim müayinəsində olmağı unutmayın.